Azərbaycan dili bizim öz ədəbi dilimizdir. Məncə bütün hamı o dildə oxumalıdır, öyrənməlidir. Bunda hər öz necə deyim, məktəbdə də elə bir dərs keçsə, onda necə bizim öz əsas ana dilimiz çox dəyişikliyə uğramış olar. Rus dillilər, Rus məktəbi bilirsiniz, Sovet devrindən qalan bizə mirasdır. O Rus dilli məktəblərimiz də olubdur. Bizim öz Azərbaycanlılarımız da indi hələ Rus dilində qoyurlar. Yəni öz uşaqlarını. Rus dili bilirsiniz niyə qoyurlar? Dünyaya çıxmaq üçün. Düşünürəm ki, olmamalıdır. Yəni Azərbaycan dilində tədris olunmalıdır. Onlara xüsusi də, yəni talış dilli insanlara da xüsusi bir dərs olmalıdır. Yəni öz dillərində əgər istəyirlərsə, onlar da iştirak eləməlidir. Amma yəni, bizim respublika daxilində Azərbaycan dilində olmağını istəyərdim. Bütün məktəblərdə. Rus dillilərində əsas dili Azərbaycan dili olmalıdır. Amma Rus dili, yəni onlar üçün bir option, seçim olmalıdır. Yəni hansı dillər istəyirlər, o dillə getməlidir. Hökmən olmalıdır. Çünki talış öz mədəniyyətini, digər etniklər öz mədəniyyətini öz balalarına təbliğ eləməlidirlər. Burada hiçbir şey yox. Sadəcə olaraq bizim ölkədə çox boşluqlar var. Biri bax. Bu şəxsiyyət vəsiqəsindədir. Burada milliyyət yazılmalıdır. Ona görə də türk dili deyəndə talışın acığı gəlir. Amerikada ingilis dilidir. Orada İspan da yaşayır, İtalyan da yaşayır, hamısı da. Orada yazılmalı milliyyət, talış, milliyyət, ləzgi. Biz çox millətli bir respublikada yaşayırıq. Bunu başa düşmək lazımdır. Bununla da məsələ qutaracaq. Əlişah Hümmətovun hamısının acığı gəlir. Yazıqlar olsun. Nə İsa Qəmbərin, nə Pənah Hüseynin, nə Arif Hacılının, nə Sülhəddin Əkbərin, heç hamısının bir yerdə bu millət üçün elədiyi xidmətdə 10 dəfə artıq Əlişah Hümmətov eləyir. Mən bunu deyirəm, mən Rəhim Qazıyım. Məncə olmamalıdır. Nəyə görə? Dünyanın hər yerində kiçik xalqlar var, yəni az saylı xalqlar var. Onların hərəsinin dilində məktəblər açılsa nə olar? Amma bir təklif kimi onlar öz dillərini öyrənə bilərlər. Məsələn, biz Ləzgi, Qusara filan gedən, İsmayıla gedəndə, orada uşaqlar məktəbə gedənə qədər Azərbaycan dilində danışamırlar. Mən uşaq sevənəm, özüm çox uşaqlarla söhbət edirəm. Uşaqlar bir kəlmə Azərbaycanca danışamırlar, Ləzgi dilində. Məktəbə gediblər, öyrənirdilər. Dünyada neçə min xalq var, neçə min, hamısının dilində məktəb açılsa bu nətər olar? Hər kəsən öz dövlət dilini birinci öyrənməlidir. Şəxsən Azərbaycan, mən Rus dili müəlliməsi, Rus sektorunda uşaqlar ixtisasiyyətlə məşğul oluram. Amma yenə onlar deyirəm, birinci öz dilinizi öyrənin. Sonra nə qədər dil bilirsiniz, hətta öz düşmənimizin dilini də öyrənsək pis olmaz. Amma öncə öz dilimizi gözəl bilməliyik. Rus dilində bizdə məktəblər olmalıdır. Bax, birincisi ona görə ki, Rusiya dövləti böyük dövlətdir və bizə bizimlə münasibətdə olan dövlətdir. Neçə illər biz Rusiyanın tərkibində deməyək, bir yerdə yaşamışıq. Yəni 15 respublika hamımız, o ümumi dilimiz Rus dili olub. Olmalıdır. İngilis dilində məktəblər nə olar ki, qoy olsun, başqa dilli az sayda ola bilər. Amma yenə də deyirəm ki, əsas 99% öz dilinizdə olan məktəblər olmalıdır. Bir dənə ola bilər, 1% Rus dili məktəbi, yarım faiz İngilis dilində məktəb belə ola bilər. Bu mənim şəxsi fikrimdir. İngilis dili, Rus dili belə ki, beynəlxalq talışların dilində talışlar öz aralarında danışırlar. Yazıları yox, onların əlifbası yoxdur, mən biləni. Mən bilən talışların əlifbası yoxdur. Əlifbası olmayanlara necə məktəb olur? Azərbaycan dövlətində yaşayırıq da, harada yaşayırsansa onların qanunlarına uymaq lazımdır. Məncə olmamalıdır. Çünki Rus dilli məktəblər olması ona görə vacibdir ki, Rus dili beynəlxalq bir dildir. Talış və digər etnik qruplar sadəcə, yəni beynəlxalq səviyyədə tanınmayan bir dillərdir. Onlar sadəcə qrup şəklində yaşayan insanlardır. Onların məktəblərinin olması düzgün deyil. Çünki Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaş Azərbaycan dilini öyrənməlidir. Yəni bu dildə tədris almalıdır.